Salam dəyərli futbol sevərlər, dəyərli Qarabağ sevərlər. Növbəti mövsüm başlayır. Qarabağ komandasının artıq ilk rəqibi dəqiqləşdi. Neon şəhərində keçirilən püşkatmada Qarabağ komandasının rəqibi bəlli olub. Beləliklə İslandiyanın Vestri komandası Qarabağ komandasının rəqibi olub. Hal-hazırda ekranda da loqosunu görürsünüz. Vestri komandası o qədər də uğurlu komandadır deyə bilmərik. Yəni bir dəfə İslandiya kubokunun qalibi olub, o da bu mövsüm. Komandanın ümumi transfer dəyəri 1 milyon 440 min avrodur. Qarabağla müqayisədə çox zəif komanda kimi görünür. Sizcə Qarabağa təhlükə yarada biləcək komandadırmı? Fikirlərinizi şərhlər bölümündə yazın. Bu arada rəqibin ən məhsuldar futbolçusu İbrahimə Baldedir ki, 3 dəfə bu mövsüm fərqlənməyi bacarıb 9 oyun ərzində. Hal-hazırda İslandiya liqasında 6-cı pillədə qərarlaşıblar. Yenə deyirəm, Qarabağın dişinə görə rəqibdir. Qarabağ rahatlıqla bu rəqibi məğlub edə bilər. Siz nə düşünürsünüz? Qarabağ Avropa liqasında 2-ci təsnifat mərhələsinə yüksələ bilərmi? Fikirlərinizi şərhlər bölümündə yazmağı unutmayın. Dəyərli izləyicilər, bildiyiniz kimi Hülyar balamızı bir neçə aydır ulserativ kolit xəstəliyinə müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki, dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, havayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.